Herkese salam, qalan videoma hoş geldiniz. Mən tanıyanlar üçün mən Zəhra Məmmədzadə. Sonunda bir il sonra, tam bir il sonra bugün rayon vlog gəlir. Rayon vloglarıma baxanlar bilir ki, əsasən Xaçmaza gedirik biz rayona gedəndə. Amma bu dəfə Xaçmaza getmirik arkadaşlar. Bu dəfə Qəbələyə gedirik. Qəbələ İsmayıllı kimi o tərəflərə də yəni. Qəbələ İsmayıllıya əslində bir dəfə getmişəm, amma ki o vaxt vlog çəkməmişdim də. Yəni elə bir vaxta getmişdim ki, təsəvvür edin. Yəni belə yay tətili idi desən, iyun ayı idi. Amma ki yəni dərs falan hələ də əlavələr falan var idi deyə. Yəni o heç o sayılmırdı. Axırıncı dəfə də elə o vaxt rayona getmişəm, bir il qabaqmı? Keçən il yox, o biri il falan. Nəysə də yadımda deyil. Uzun sözün qısası arkadaşlar, yəni çoxdandır rayona getmirəm, ona görə rayon vlog da çəkmirəm. Amma bugün rayon vlog sonunda gəldim. Çox çalışdığım qədər enerjik bir vlog eləməyə çalışım, amma hal-hazırda çox belə az enerjim var maalesef ki, belə enerjili danışmağa özümü zorlayıram, amma ki danışa bilmirəm. Bugün rayona hazırlaşırıq. Bugün getmirik. Bugün gecə gedirik. Bugün gecə saat 5-də gedəcəyik. Heyecanlıyam çox. Geçən kombinlər eləmişəm sabah üçün. Sabah üçün bir də 21 üçün. 20'si 21'i. Bugün ayın 19'du da. 20'si 21 üçün çox qəşəng kombinlər eləmişəm. İnşallah ki geyinmək nəsib olacaq. Amin. İndi də nənəmgilə gedirik. Gəlib nənəmi götürəcək bizə. Çünki nənəmlə bir yerə gedəcəyik. Ona görə nənəmgilə gedəcəyimiz üçün geyinmişəm, hazırlaşmışam. Çox az bir makyaj edəcəyim. O da ki, niyə edəcəyim o makyajı? Çünki istəyirəm nəsə danışa eləyək də, yəni. Başa düşdünüz? Otağım şu an çox dağınıqdır. Yəni hər yerdə. Burada ütü, nə bilim nə. Ona görə biraz qarmaqarışıqlıq var otağımda. Bugün dırnaqlarımı düzəltdirmişəm, baxın. Yəni mimiklərimdən baş düz. Əvvəlki dırnaqlarım daha qəşəngdir məncə. Amma yapacaq bir şey yox. Bir dənə şeyimiz qalıb bu arada eləməli. Mahnı zad yüklədim yol üçün. Mənim ən böyük takıntım yolda mahnı olmasa mənim ürəyim partlayar. Yəni nə olursa olsun, hara olursa olsun, istər buradan məktəbə gedim, daha getməyəcəm şükür Allah. Yəni harasa gedirəmsə o mahnı olmalı arkadaşlar. Olmasa getmirəm heç yerə. Vəsə mən bu qaş fırçası ilə üzümə krem çəkirəm. Harika. Ayda birinci düz çəkdim. Birinci elə bildim primer çəkirdim. Başım qaçıb. Bu il deyəsən, bu yayda, yəni daha doğrusu bu ilk və son rayona gedişimizdir bu il, yəni. Qışda gedərimi bilmirəm. Əslində qışda da getmək olar da. Çox az bir güneş kremi vururam. Heç o qədər də ehtiyac yoxdur. Makyajı elə belə edirəm. Yəni sizinlə danışmaq üçün əsas oturub belə tək danışmaq istəmirəm. İnşallah maraqlı olar. Üzüm yenə səpib mənim. Allah kahretsin. Bir dənə üzüm qaralmayıb. Bir dənə burası yaxşıdır ki, qaralmamışam. Şükür Allaha. Qara giyinəndə daha da ağ görsənirəm. Mutlu oluyorum. Ağ olanda mutlu oluyorum. Qaralmağı sevmirəm. Zəhləm gedir qaralanda. O qədər yaraşmır ki mənə qara olmaq. Mən normalda hər yay qapqara olurdum da. Qapqara olurdu. Bu yay heç elə olmadı. Bu yayda üzüm səpdi də zaten. İkisindən biri olmalıdır. Mütləq. Güneş kremi. Bir də qaşlarımı sabitləyim. Qaşlarıma çox əsəb oluram. Saçlarım çox qəşəng görsənir. Saçıma rəng qoymuşam. Bugün bir ütüləmişəm. Tez çıxmalıyıqmışıq. Mən biraz gec tərpənmişəm arkadaşlar. Ona görə çox danışa bilməyəcəyik. Bir dənə də concealer çəkim, duraq. Gəlirəm. Bəli, videonun bu hissələrini mənim səsləndirməmlə eşidəcəksiniz. Deməli, səhərsi gün başladım. Səhər 4-ün yarısı məni oyatmışdılar.
Tez tələsik makyaj edirdim. Danışmağa inan ki, heç halım da yox idi. Dəhşət yuxusuz idim. Və durmuşam, makyaj edirəm. Rayona gedirik. Həyecanlı idim dəhşətli dərəcədə. Çoxdan maraqlı bir ümid edirəm ki, vlog olacaq. Tez tələsik buraları izləyirsiniz. Buralarda fondöten çəkirəm üzümə. Güya sadə bir makyaj eləyəcəm deyəndən sonra ortaya çıxan görüntülərdir bunlar. Nəysə. Uzun kısa çox maraqlı bir rayona getmişdik arkadaşlar. Birazdan görəcəksiniz. Spoiler vermək istəmirəm sizə. Deyəcək bir söz də tapmıram. Heç nə belə. Mən minik bir səsləndirməmi eşitmiş oldunuz. Hələ bundan sonra çox makyaj videolarım olacaq bu videoda. Ona görə səsləndirmələr bol-bol olacaq. Hələ nə deyəcəyimi bilmirəm amma. Nəysə, öpürəm sizi. Birazdan son halıma baxacaqsınız. Bye bye. Evet arkadaşlar. İndi gedirik. Nəniş də buradadır. Sizi gözləyirik ki, avtobus gözləyirik. Avtobus gəlsin, biz gidəcəyiz. Qaranlıq dəli. Yol boyu maraqlı videolar çəkəcəyəm sizə. Qəşəng videolar. Sən də gəl Salmir. Gəl. Gəl də gəl. Utanır biraz. Biraz kameralardan utanırsan. Yəni ki belə. Hələ ki buradayıq. Zəruş, həmişə gəzməyə də. Gideceğiz. Ay Allah. Jaketi giyinə bilərdim ya bu. Maşında dedim rahat ol. Sənin sayında alın sən gedəcək. Mükəmməl ailəci kadrlarımızdan sonra mənimlə bir yerdə yola keçirsiniz. Çox gözəl bir günəş mənzərəsi görürük burada bir yerdə. Ondan sonra çox gözəl bir mən görürsüz. Ondan sonra çox gözəl bir yol görürsüz. Yenə mən görürsüz, yenə yol görürsüz. Mükəmməl bir səsləndirmə eləyirəm. Səsləndirməmə söz ola bilməz. İstədim bu yol boyu tək buraxmayım da sizi. Yəni ancaq mahnı qoyub keçməyim. Eləsəydim acaba bilmirəm. Mahnı olanda sıxıcı olur biraz məncə. İndi istədim səsləndirmə yapayım. Çox qəşəng bir mənzərə var idi də. Yəni o qədər qəşəng mənzərə var idi ki, rayona zaten sırf mənzərəyə görə gedilir də, yəni arkadaşlar. Çox əyləncəli idi. Birazdan yenə mükəmməl ailə içi kadrlarımızla tanış olacaqsınız. Hadi keçək. Gəlib çatmışıq evə. Çox qəribə bir kənd evindəyik arkadaşlar. Bura baxın. Çox qəşəngdir. Qəribə evsən ki, məni tutub aparacaq. Baxın. Oha, lobyanı ilk dəfə ağacda görürüm. Baxın arkadaşlar, sizə də göstərim. Bax. Ana təbiət qoynunda. Fırladıq, hadi evə giririk. Üzümü çox qonaq kimi hiss hadi gedək. Arkadaşlar, kənd həyatı. Məniş. Otağımıza gəlmişik. Hətta burada təmtəyə gəldi görsən. Baxın, həyət. Işıq düşür axı burada. Çəkin. Düşürmü? Bax, həyət. Zəruşa burada fındıq ye. Fındıq Fındıqdır. var, palası deyir, Samir edir fındıq Ne var. qəşəng. Hadi fındıq. Arkadaşlar, Wi-Fi yoxdur burada. Çox gözəl işıqlar gedib. Senin yanına gəlmişik. Sen burada yelləncənə fırlanmaqla məşğul. Yellən. Gəl bunu sür. Mən yellənməm. Yox da. Bir damcı bir də. Mənimdir. Məndir. Uyda, dağ mənzərəsi ilə yellənmək. Bax. Sınıcı indi uydu. Ağaca bağlayıblar bax. Yellən də yellən. Yellən mən də yelləndim. Nə qədər qırılmış. Bəsindir. Yellən. Təsəvvür edin sizə belə deyim də arkadaşlar. Burada yellənmir. Burada da dağa baxırsınız. Bu da Nedir? meşə. Hə, meşəyə olsun. Ver telefonu. Gelirsiniz buradan, səhər yeməğinizi yeyirsiniz arkadaşlar. Eləmə, ayağımı qoyma. Qondo. Ay Allah, bu uşaq bütün hər rayona gedəndə yelləncədə eyni şeylər yaşanır. Ver də telefonu. Hə, arkadaşlar. Yatdı orada. İlan çıxacaq. Gördün dedim İlan çıxacaq. Süngə gedək burada, mən qorxuram. Üstdə, nə deyəm? Mən Süngə istəyirəm getmək.
Gel. Gelmiyorum. Geleceğiz. Yok. Ne geçen dişili. Arkadaşlar ben peri kızı oldum gidiyorum. Hal hazırda. Hara gedirik? İzah eləyirəm sizə. Çox qəşəng göstərir. Hal hazırda gedirik 7 gözəl şəlaləsinə. Buradan yerə düşmərəm də inşallah. Üstünə də turistlər qazını taxıb gedirlər. Mən də gedirəm. Burada yığılır bu gülleri. Vallahi. Təzə güller görürsən. Hə. Görürsən? Burada işte böyle. Evet. Bunu kim tutar bana? Değil mi ana? Ben soktum. Evet. Gidiyoruz. Şelale çıkırı. Seninle. Ay düşürdüm. Ha? Buradan düşme yol varmış. Buradan da Aa oradan yol var ya. Biz de buradan geldik. Arkadaşlar çıkabilmedi bura. Neyse. Sonra ay gideceğiz. Ay yoktu. Sen yoktu da dedim ora baş. He. Sen ben buradan düşerim. Başı oradan. Hoppa. Çıktım ya. Çıktım arkadaş. Gözüm dəqiqə. Hop. Gel bura. Yine enişe qayıtdıq da. Bizi qayıdacaq daha bilmirəm. Saharaları çıxıram görsəz. Sen. Koyup gözler. Allah bak. Hüseyin. Buraya gelmişken şalaleye gidelim hele gel. Yo gel. Oo geldik. Arkadaşlar dala kaydırır şimdi. Kaydır. Bakın. Ben keçməliyik. Arkadaşlar gelmişik bura. Allah yüz. Teknolojiya. Elə mi? Deməli dostlar, gəlmişik Qəbələ balıq evinə. Belə bir yerdir bura, qəribə. Və yemək yeyəcəyik. Dəhşət acam. Saatı da deyim sizə bir dəqiqə. 12 deyə saat hələ. Elə biz buradan yemək yeyib durarıq da, yəqin. Burada başqa nə yeyə bilərik ki, heç nə. Yanında bir dənə şey var. Günə baxan o bir adı neydi? Neyse yanına çıxdı. Günə baxan bağı kimi bir şey var. Orada şəkil falan çəkmək olur, çox qəşəng. Orada şəkil çəkəcəyim. Buraları da sizə azmaq çəkməyə çalışacağam. Yəni ki, vəziyyət belədir dostlar. Ondan sonra da çıxıb evə gedərik, axşamüstü aralarsa çıxarıq. Yəni belə bir şey. Arkadaşlar gelirik. Arkamca gelirler. Böyle gidirik arkadaşlar ve burada
bir dənə şəkil çəkmə çubuğu var. Bundan şəkil çəkmək belə deyim də sizə 3 manatdır qiymətlər. Məncə münasibdə olduqca. Görək necə bir şeydir. Arkadaşlar indi evdən çıxmışıq. Eve gelmiş. Evimiz buradadır bu arada. Gələ bilərsiniz qonaq. İndi çıxmış. İlk dəfə Qəbələ, ilk dəfə Ağası, ikinci dəfə gəlirəm. Buraya 2 dəfə gəlirik. İndi 70-i çıxırıq market axtarmağa. Market yerinə təxmini bildim. Biraz buradan, biraz uzaqdır, amma ki, yəni pis deyil də. Sonra rayonda keçən dəfə getdiyimiz yerdə heç market yox idi. Burada yaxında var. Mənim də ürəyim bulandı. O evdə şey gəlirdi, su. Şeydi də, krantdan gəlirdi. İçdim. Çox pis dad vardı şu an. İğrəndi. Sumaq verilən. 10 manat. Yenirlərin arasında. O mü? Ay balam yox. Saldırır Saldırsana. Mən nə edəcəm bəs? Yenir sana bax bax. Darısan şey. Mən əsəbləşdirsin. Gedək gələk. Görək neymiş. Mən trasdan dönüb bizim evimizə gələ bilərsiniz. Gedirik. Yəni bizim evimizə gələ bilərsiniz. Yəni də ki, Yox, almış. sabah biz burada yoxuq. Market oradır. Baxın, biraz o tərəfə gedəcəyik. Qıraqla gedirik. Elə bilərlər ki, biz rayonluyuq. Yaxşıdır. Qəbələli olmaq yaxşı bir his olardı. Yəqin ki, Qəbələli. Neyse. İlk dəfə bir köydə, köy deyiləsin bu arada. Biraz qəribə bir marketdir, amma ki marketdir. Olar da. Evdə təsəvvürün səhərin su yoxdur arkadaşlar. Buradan maşını da bayağı keçirik. Bildiğimiz tras yol. Miri market. Çox qəşəng var orada. Qəşəng evlər çoxdur. Ay düşürdüm ya. Nə market bu? Nur marketi, Miri. Nur necə Miri o? Necə haradır bunun qapısı? Bakın. Arkadaşlar. Qəşəngdi ya. Bundan bir şey çıxır mı? Aa, nə qəşəngdi bura. Kimiz həyətidir, həyətini güdürür. Buradan bile çıxacaq. Evet, bayağı gördünüz eğer makyaj elədim. Ondan sonra getdik bir küçədə yine bir tur atdıq. Kombinimi dəyişdim. Bayağı danışmışdım edəysən bunları. Yaddaşım sıfır olduğu üçün. Şeyine baxın da, pəmbə topla. Eləmi də oturmuşam. Belə oturmaq istəyirəm. Gəsəm sən niyə fırladın belə? Ay balam, belə oturmaq istəyirəm mən. Xoşuma gəlsin. Hə? Zaten. Bayaq bir dənə evin qapısını döydüm, amma açmadılar. Niyə açmadınız? Mən sizdən bir söz soruşacaqdım. Qapımızı axtarırdım. Dedim sizin qapınız bizim qapımız ola bilirmi? Və yenə. Yelencədə oturmuşam amma yellənməmək üçün oturmuşam. Çox qəşəng deyə belə oturub baxın. Evin en güzel köşesi falan burası. Neyse var orada. Neyse var orada. Neyse. Neyse ses geldi. Bak sıvat oradadır. Ne oradadır lan? Oradadır. Neye? Ne oradadır? Ne bu ağacın altında? Masaya sot. Oradadır ne? Ne? Gözüm var. Korkuram. Baba oradadır. Doğuşan mı? Kuş diye ama kuş. Belki doğuşandı. Kuştu bu.
Didə. Oh my şey, nə qəşəng düşürəm. Ağ mənə ayrı bir yer açma, bilirəm, təşəkkür edirəm. Baxın, bax. Hani bundan elə sevdim. Bu uşağın gicdiyi məni məndən alır. Gitsən. Geliyorum bak. Ay Allah. Ben de sen değil. Məndə bir dənə də belə videom var. Kullandı. Ayaqqabımı görün neynədir. Nəysə. Kullandı. Fikirlərimi izah elə də bir dənə nə olar? Nə mənada? Qəbələyə gəlsinlər. Qəbələyə gəlməkdənsə Evlisin. xaricə getməyə daha çox. Pulları yoxdur tövsiyə bəlkə. edirəm. Yəni eyni pulu xərcləyirsən Qəbələyə. Xeyr. Qəbələyə gələ bilərsiniz. Amma Qəbələdən daha qəşəng rayonlarımız da vardır məncə bu arada. Eyni şeydir, hamısı eyni şeydir. Onda gəlməyin. Oturun evimizdə. Məsələn, indi nə qədər pul xərcləyirsiniz? 500 manat götürün. 500 mü? Azdır. Arkadaşlar, indi gedirik. Restoran axtarırıq. Sürgün həyatı yaşayırıq ha. Yəni ki, gəzməyin cısı yoxdur. Gəzməyin cısı yoxdur. Dincəlməyin pulsu da yox. Dincəlməyin cısı heç yoxdur. Gəzməyin cısı var əslində. Gəzirik, amma biraz yanlış manifestləmişik desən. Ay Allah, terasın qabağını gəzirik. Restoran axtarırıq. Həqiqətən restoran yoxdur. Demək dostlar, bura isə yolda qarşımıza çıxan çox gözəl bir dayının bir məkanı idi. Buradakı hər şey, gördüyünüz başdan ayağa hər şey bu dayının əl işləri idi. Dayı, əmi, artıq hər nəysə. Çox gözəl əl işləri var idi. Çalışdığım qədər istədim ki, bunları çəkim, göstərim və bunların bir çoxu da satılırdı bu arada. Yəni istəyən gəlib ala da bilər. Çox gözəl əl işləri var həqiqətən. Baxın, bu 650 manat idi məsələn. Və hamısı da bircə işlənib də, yəni bu qiymətə %100 dəyər təbii ki. Burada da özümü göstərirəm. Burada da Hüseyn. Yəni ki, belə buraları çalışdım ki, sizə gözəl göstərim. Siz də baxasınız. Böyle baxın biraz da. Bir şey olsa her şey almaq olar. Bəli, gördüyünüz bu gözəl məkandan sonra oradan çıxdıq və gözəl bir axşam yeməyi yedik. Çox gözəl də bir yer idi. Axşam yeməyini yedik, qayıtdıq evə. Evə qayıdandan sonra axşam evdə başımıza bəzi bir takım hadisələr gəldi. Amma mən maalesef ki, o hadisələri çəkə bilmədim. Çünki indi danışacağam, amma səhərsi günə ışınlanmaq istəyirəm sizinlə bərabər. Səhərsi günə xoş gəldiniz. Ayın 21-i də artıq. Və deməli gecə nə oldu onlardan danışmaq istəyirəm. Mən burada makyaj edərkən. Deməli dostlar, gecə gəldi evə. Mənim zərətqam 1 idi. Gəldi, mən tam telefonumu açmışdım, zərətqaya qoşacaq idim ki, işıqlar getdi. İşıqlar, Wi-Fi, heç nə yox idi. Təsəvvür edin, qaranlıq, gecədir, bilmədiyimiz bir evdəyik, rayondayıq. Yəni telefon sönüb, yəni anamın telefonu falan da sönmək üzrə idi, hətta zərətqası az idi. Yəni ki, o anları, o kadrları videoya çəkə də bilmədik. İşıq yox. Bir də şam yandırmışıq. Yəni telefonun zərətqası olanlar fənər falan yandırmışlar. Elə o şəkildə oturmuşduq yəni. Şükürlər olsun ki, çox gecə artıq işıqlar gəlmişdi. Artıq amma çox gecə olduğu üçün. Yəni mən də telefon zərətqaya qoşub yatmışdım. Yəni o anları çox da videoya çəkə bilmədim. Burada isə görürsünüz ki, biraz yorğun idim dəhşət. Çünki gecə yata bilməmişdim. Mən başqa yerdə olanda ümumiyyətlə çox yata bilmədiyim üçün biraz yorğunluq vardı üzərimdə. Gördüyünüz kimi burada makyaj falan eləyirəm. Qəşəng də bir makyaj oldu. Siz sona qədər burada baxın və makyajımı eləyib qutarandan sonra isə burada gəlirəm saçımı düzəltməyə. Qəşəng saçımı yığıram. Saçım dəhşət yağlanmışdı bir günə. Dəhşət. Ona görə yığmaq məcburiyyətinə qalıram. Belə.
Gelmiş arkadaşlar. Hal-hazırda Qəbələnin Vandam kəndindəyik. Qəbələnin Vandam kəndində Vandamın heykəli var. Mükəmməl Azərbaycan xalqına bayılıyorum. Hər zaman şişmi. Maşallah. İndi gedirik onun yanına. Sizə də göstərmək istəyirəm. Evet. Çox da qəşəng bir yerdir bu arada. Gəlin. Ana da buradadır. Ömrümdə 2 dəfə Vandamla görüşdüyü üçün çox xoşbəxt. Baxın. Vandam budur arkadaşlar. Ne düşünürsən sən? Biz belə çəkərik. Ay Allah, bu uşaq mənə biz. Salam ver. Bəli. Videomuzun nəhayət ki sonuna gəldik, çatdıq. Ümidvaram ki sizin üçün çox maraqlı bir video olmuşdur. Çalışdığım qədər, əlimdən gələn qədər ən maraqlı kadrları videoya salmağa çalışdım. Bundan sonra da çalışdığım qədər rayon vloqları və yaxud günlük vloqlar çəkməyə çalışa bilərəm. Hələ əmin deyiləm, amma yenə də. Başqa da ki, səsləndirmə hissələrini bəyəndinizmi? Bunda fikirlərinizi yorumlarda bildirin. Çünki çoxdan da səsləndirmə videoları çəkmirəm. Videonun sonluğunu da çəkə bilmədim. Uzun alını gələn kimi yatmışam. Üzürlü sayın, səsləndirmə ilə idarə etmək zorunda qaldınız. Sağ olun, sizi öpürəm. İzlədiyiniz üçün çox sağ olun. Kanala abunə olmağı və like atmağı unutmasanız sevinərəm. Öpdüm. Bay bay.